Salam uşaqlar, bugünkü dərsimiz 13-14-cü Azərbaycan elm və mədəniyyəti haqqındadır. Birinci elm və təhsildən başlayaq. İlk Monqol yürüşləri Azərbaycanda mədəniyyətin inkişafına mənfi təsir göstərsə də xüsusilə Elxani hökmdarların dövründə elm və təhsil sahəsində canlanma baş verdi və 13-cü əsr mədəniyyəti bir çox sahələrində irəliləyiş qeydə alındı. Monqol yürüşləri şəhər həyatına ağır zərbə vursa da Qazan xan İslamı qəbul etməsi, məscid, mədrəsə və yeni maarif ocaqları yaranmasına səbəb oldu. İndi baxaq elm və mədəniyyət xadimləri hansılar idi? Məsələn, tibb sahəsinə baxaq Hinduşah Naxçıvani və Məhəmməd Naxçıvani idi. Əsərləri isə Darül şəfaların yaradılması, yəni əczaçılıq, yəni darıxanaların yaranması və inkişafı idi. Daha sonra tarixi, yəni tarix elminə baxaq. Fəzlullah Rəşidəddin idi, Həmdullah Qəzvini idi, Nizaməddin Şami və Şərəfəddin Əliyəzdi idi. Məsələn, Fəzlullah Rəşidəddin Cami Ət-Tavarix, Nəzməddin Şaminin Əmir Teymur yürüşlərinə aid dəyərli əsərləri var idi. Coğrafiya elminə baxaq. Zəkəriyyə Qəzvini, Əbdülrəşşad Bakuvi və Həmdullah Qəzvini idi. Həmdullah Qəzvini həm tarixçi, həm coğrafiyaçı idi. Azərbaycan və regionların coğrafi tədqiqatları haqqında əsərləri var idi. Dilçiliyə baxsaq, Əsirəddin Əndəlusi, Məhəmməd Naxçıvani, Hinduşah Naxçıvanini misal göstərə bilərik. Məsələn, Hinduşah Naxçıvani haqqında nə deyəcəyik? Bunların məsələn türk dilinin dərk edilməsinə aid kitab, yəni 2300-dən ibarət sözdən ibarət türk ərəb lüğətini misal göstərə bilərik və dilçi üzrə qiymətli əsərləri də bundan misal göstərmək olar. Yəni 2300 lüğətdən ibarət əsər isə Əsirəddin Əndəlusinin idi. Ədəbiyyata baxsaq İzzətdin Həsənoğlu Azərbaycan dilində ilk şeirin müəllifi idi. Musiqiyə baxsaq, Səfiyyəddin Ümrəvi və Əbdülqadir Marağayi var idi. Musiqi nəzəriyyəsinin əsasları və not yazısının sistemi. Yəni, belə bir şey deyək, musiqi nəzəriyyəsinin əsaslarını və not yazısını Səfiyyəddin Ümrəvi idi və yeni musiqi ritmləri isə Əbdülqadir Marağiyə aid idi. Daha sonra fəlsəfəyə baxsaq, Mahmud Şəbüstəri və Fəzullah Nəmi idi. Mahmud Şəbüstərinin fəlsəfəyə dair əsərləri yazmışdı və Fəzullah Nəimi isə Hürrifilik təlimatının yayılması, Cavidannamə əsəri və fəlsəfə dini görüşlər əsas yer tutur. Xüsusi işlərə baxaq burada deyir. Səfiyyəddin Ümrəvi Azərbaycan musiqisinin zirvəyə qaldırılması, not sisteminin təkmilləşdirilməsi, Fəzullah Nəimin isə Hürrifiliyin banisi kimi dini, siyasətə və dair əsərləri var idi. İzzətdin Həsənoğlu Azərbaycan dilində poeziyanın ilk nümunələrini yaratmışdı. Daha sonra 14-cü əsrdə Azərbaycanda elm, mədəniyyət və təhsil Rəbbi Rəşidin mədrəsəsini göstərə bilərik biz və 14-cü əsrin əvvəlində Fəzlullah Rəşidəddin tərəfindən Təbrizdə təsis edilmişdi. Nizami mədrəsindən sonra Şərqdə ikinci ali təhsil müəssisəsi hesab olunurdu. Mədrəsə dini və dünyavi elmlər tədris olunur və 500-ə qədər alim dərs deyirdi. 7000 tələbə oxuyurdu. Tələbələrin çoxu müxtəlif ölkələrdən gəlirdi. Fəzlullah Rəşidəddin Təbrizdə Darüşşəfa xəstəxana da yaratmışdı. Qeyd: Rəbbi Rəşidə məhəlləsi 60.000 nüsxə kitab saxlanan kitabxana və Şamqaza məhəlləsində 2 kitabxana fəaliyyət göstərirdi. İndi həmin dövrün görkəmli xadimlərindən olan Nəsrəddin Tusi haqqında deyişən 1201 və 1274-cü illərdə yaşayıb yaratmışdı. Hüraki xanım məsləhətçisi, Abaqa xanım isə vəziri olmuşdu. Astronom, filosof və riyaziyyatçı idi. Əsərləri Təhrir Oqlidisi, yəni Ekvilitin elmlər əsərinin şərhi, əxlaq nasir, fəlsəfə və ictimai mövzulardan ibarətdir və Zilc Elxani astronomik cədvəllər var idi. Planetlərin orbitinə əsas elementlərini müəyyən etmişdi və 1259-cu ildə onun təşəbbüsü ilə Marğa Rəsədxanası tikilişinə başlanmış və 1271-ci ildə tamamlanmışdır. Bu rəsədxana Şərqdə astronomiya elminin inkişafına xüsusi töhfələr vermişdir. Qəbrində elm ölkəsinin şahı yazılmışdır. Qeyd nədir burada? Marğa Rəsədxanası 100-dən çox alim çalışırdı və burada müasir astronomik cihazlar da quraşdırılmışdı. Belə baxsaq dekorativ tətbiqi sənət və rəssamlığa isə Təbrizin miniatür məktəbi Şərqin ən məşhur incəsənət mərkəzlərindən biri idi. Xalçacılıq və miniatür rəssamlar bu dövrdə yüksək səviyyəyə çatmışdı və Azərbaycan xalçaları Avropaya ixrac edilirdi. 13-14-cü Azərbaycan memarlıq və metal işləmə sənətinə baxsaq, metal işləmə sənətinin inkişafında 1319-cu ildə Yusif İbn Əhməd tərəfindən hazırlanan bədii kasa hazırda London Victoria Albert Muzeyində saxlanılır və 1399-cu ildə Əbdüləziz İbn Şərafəddin tərəfindən Teymurun sifayəsi ilə düzələn Tiyan da hazırda Qazaxıstanın Əhməd Yəsəvi türbəsində qorunur. İndi baxaq 13-14-cü əsr Azərbaycan memarlığına. Bu dövrdə memarların iştirakı ilə 2 yeni şəhər salınmışdı: Sultaniyə şəhəri və Mahmudabad şəhəri Qazan xanın tərəfindən.
1339-da Monqolların 2-ci yürüş zamanı dağıdılan Gəncə bərpa olunmağa başlanmışdır və Təbriz memarlıq məşəbi yağılmış inkişaf etmişdir. İndi memarlıq abidələrinə baxaq. Qalalar, əsasən qalalar hardaydı? Qalaların əsasını təşkil edirdi. Xəritədə də göstərək biz. Hara? Bakı. Yəni Nardaran qalası, Ramana qalası, Mərdəkan dairəvi qalası və Bayıl qalası. Bu qalalar dedik ki, hansı dövrə əhatə edirdi? 13 və 14-cü əsrdə olan qalalar idi. Daha sonra digər abidələrə baxaq. Türbəli və digər abidələr Marağa rəsədxanası. Bildiyimiz kimi Marağa rəsədxanası Marağa şəhərində idi. Daha sonra Sultaniyədə Xudabəndə türbəsi, Sultaniyə şəhərində Xudabəndə türbəsi, Sultaniyə də Marağa yaxınlığında olan bir şəhər idi. Və orada da daha dəqiq desək və bu ərazidə Sultaniyə Marağaya yaxın ərazidir. Xəritədə daha sonra Bərdə türbəsini misal göstərə bilərik. Bərdə türbəsi, daha sonra Naxçıvanda Qarabağlar türbəsi, Naxçıvan ərazisi də bax bu hissədədir. Daha sonra Naxçıvanda Gülüstan türbəsi, yəni hamısı Naxçıvanda və Təbrizdə Ərk qalası, yəni Əlişah məscidini biz göstərə bilərik. Daha sonra nədən bəhs olunar buradan? Biz deyə bilərik ki, digər əhəmiyyətli tikililərdə Naxçıvanda Fəzlullah Nəyimi məqbərəsi, Təbrizdə Cəlalə hökmdarı Şeyx Üveys tərəfindən Dövlətxana muzey sarayını deyə bilərik. Üç mərkəzində Xristian qıpçaqların Məvdə və Bakıda Bibi Heybət məscidindən misal göstərmək olar. Üç mərkəzində təxmini bu ərazilərə əhatə eləyir. Yəni xəritədə sizə düşsə, yəni bilin ki, bu hissədə yerləşir. Ərk qalasının, yəni Ərkəh məscidinin əsasən yəni ora məscid olur, daha sonra qala adlandırırlar. Səbəbi burada o idi ki, Elxani vəziri Tacəddin Əlşah tərəfindən inşa edilmiş təkcə ibadət yeri deyil, həm də 3 metr qalınlığında divarları ilə Təbriz əhalisinin sığınacaq yeri də hesab olunurdu. Bir sözlə abidələr bunlardır. Diqqətlə baxaq, öyrənək və xəritələr vasitəsilə də, qədimi xəritələr vasitəsilə də, yəni videolarda gördüyünüz xəritəsiz videonu saxlayıb bir-bir şəhərlərə də baxa bilərsiniz. Həmin dövr üçün və müasir xəritələrdə də axtarıb tapmaq mümkündür. Ümidvaram sizin üçün faydalı olar. Oldu, çox sağ olun.